Esselamu Aleyküm ve Rahmetullah Barakatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, Allah hamd olsun. İnkubatorda çıxan cücələrimizin çıxış müddəti bitdi. Elhamdülillah 59 yumurtadan 36 cücə çıxdı. 36'dan cücədən də 5'i mənim öz toyuqlarımın cücələrdir. Yəni yumurtadan çıxan cücələrdir. Elhamdülillah gördüğünüz kimi cücələr salamatdırlar. Elhamdülillah. Düzdür, bir hürkürlər. Deməli dəyərli izləyicilər, eyni gündə çıxmadığına, 2 gün ərzində çıxdığına görə 2 gün şirin çay bunları verdim. Və 2 gündən sonra, daha doğrusu dünəndən 3 gün ardıcıl bunlara enroflaksin antibiyotiği verəcəm inşallah. Yem də çoxunuz bilirsiniz ki, mən öz 22% düzəltdiyim yemdən verirəm. Elhamdülillah gördüğünüz gibi boz avstraloplar da var, qara da var, 5 ədəd də öz tohumun cücələrindəndir. Bax belə dəyərli izlə. İstilik də elhamdülillah hələ ki 33'dən aşağı salmıram çünki inşallah günlər keçdikcə istiliyi də inşallah azaldacaq. Yerləri hələ ki yəni böyütməmişəm, inşallah 1-2 gün aranı açıb yerləri böyüdür. Çünki cücənin yeri nə qədər böyük olsa bir o qədər sıxlıq olmur, bir-birlərini sıxmırlar və yemi də rahat yeyirlər. Bax belə dəyərli, inşallah gələcəkdə video olacaq, izləyin. Mənə dəstək olun, abunə olun zəhmət olmasa və like qoyun. Allah'a emanet olun.